Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Subhaneke Allahümme ve bihamdike la uhsi sena'a aleyke ente kema asneyte ala nefsike. Ya vahidu ya ahad, ya ferdu ya semet, ya mustagniyen anil adedi vel udet, munezzehen en sahibeti vel velet, ve nusalli ve nusallimu ala afsali umenaike ve ekremi enbiyaik ve ala ehli beytihil meyamin. Esselamu aleyke ya imamiz zaman. Esselamu aleyke ya begiyetel ahyar. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Yenidən sizləri xoş gördük, əziz və dəyərli Zəhra TV izləyiciləri. Bu Mövlud günü münasibəti ilə başda İmam-ı Zamanın özü olmağı ilə və siz əzizlərə təbrik deyirəm. Bildiyiniz kimi Şəban ayının 15-ci günü ağamız, Mövlamız Həzrəti İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhu Şərifin Mövlud günüdür, dünyaya gəldiyi gündür, əziz gündür, mötəbər gündür və bu gün münasibəti ilə dünyada bütün müsəlmanları, Əhl-i Beyt tərəfdarlarını mən təbrik edirəm. Və Allahdan istəyirəm ki, Allah-u Zülcəlal bizi heç vaxt İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhu Şərifdən ayrı salmasın. Çünki İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhu Şərif bir nemətdir ki, Allah Təbarəki və Teala o nemətə xatir göydən yerə yağış indirir və yerə bərəkət verir, ağaclar çiçək açır, meyvə verir və bunlar hamısı İmam Zaman əleyhissalatu vəssalamın bərəkətindəndir. Hər kim İmam Zaman əleyhissalamı olduğu kimi dərk eləyə bilmir, Allah təbariki və Teala ona tövfiq versin, İmam-ı Zamanı dərk eləsin və o həzrətin nemət olmağını dərk eləsin və onun nemətindən faydalansın və o gözəl nemətdən faydalansın. Çünki İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhu Şərifi biz bu naqis gözlərimizlə, bu günahkar gözlərimizlə görməsək də, amma o həzrətin mübarək nəzəri insanların üzərindədir və insanlar o həzrətin bərəkətindən, bu dünya nemətlərindən istifadə eləyirlər. Bildiyiniz kimi İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhu Şərif hicrətin 255-ci ilində dünyaya göz açmışdır. İmam Zaman əleyhissalatu vəssalamın atası 11-ci imam, İmam Həsən-i Əskəri əleyhissalamdır və anası da Nərcis xatundur. Və İmam Zaman əleyhissalatu vəssalamın anasının böyük bir tarixçəsi var. Mən bugün o tarixçə haqqında söhbət eləmək fikrim yoxdur. İnşallah ümid eləyirəm o tarixçəni siz bilirsiniz və eşidibsiz və oxuyubsuz. Mən bu günləri, bu söhbətimdə istəyirəm imamın insanlara lazım olmağından söhbət edim ki, imam gərək insanların içində olsun. Gərək bir imam olsun ki, çünki insanların imama ehtiyacı var. Çünki imam olmasa insanlar zəlalət yoluna düşərlər. İnsanlar haqq və ədalətdən uzaq olarlar və insanların içində ixtilaflar yaranar və həmən ixtilaflar səbəb olar, çox insanların haqq və hüquqları pozular. Ona görə də hər bir zamanda bir imam olmalıdır və o imama cəmiyyətin ehtiyacı var
və cəmiyyət o imamla islah olunacaqlar. Baxın, elə zəmanəmizin imamı Həzrəti Hüccət əleyhissalatu vəssalamdır və onun Mövlud günüdür. Və bu günü biz hamılıqda gərək gözəl şəkildə qeyd eləyək, bu gün haqqında məlumat verək və insanlar bəhrələnsinlər və insanlar bu günü qeyd eləsinlər. Və lakin bu barədə mən ümid eləyirəm Şəban ayının 15-ci günü haqqında artıq kanallar və eyni zamanda digər şəbəkələr məlumatlar verirlər. Mən istəyirəm bugün bir rivayəti sizin nəzərinizə çatdırım və o rivayət əgər tamamlaya bilsək bu verilişimizdə tamamlayarıq, əgər tamamlaya bilməsək onun bir hissəsi qalacaq gələn söhbətimizdə. Və bu rivayətə insan nəzər saldıqda imamın nə qədər insan üçün, cəmiyyət üçün vacib olmağını biz görərik. Çünki əgər imam olmasa, qeyd elədiyim kimi, onda insanlar arasında ədalətsizlik yaranacaq, ixtilaf yaranacaq və insanlar haqq və ədaləti unudacaqlar və eyni zamanda Allahın onların haqqında elədiyi hökmlər aradan gedəcək. Ona görə də imam vacibdir ki, cəmiyyətin içində olsun, yəni bir rəhbər təyin olunsun. İndi bu rəhbəri kim seçməlidir? Aya insanlar seçməlidir, Allah seçməlidir? Təbii ki, bizim əqidəmiz budur ki, bu rəhbəri Allah seçməlidir. Çünki əgər Allahın seçdiyi rəhbər olmasa, təbii ki, o rəhbər məsum olmayacaq, o rəhbər məsum olmadıqda və lazım olduğu qədər insanlara o fayda verə bilməz və insanların içində ixtilaf aradan getməz. Onun üçün gərək rəhbəri, imamı Allah seçsin. Allah seçsin ki, ondan sonra o həqiqi bir rəhbər olsun, həqiqi bir yol göstərən olsun, həqiqi islah edici olsun. Və onun faydası təbii ki, insanlara lazımı olduğu qədər olacaq və insanlar onun vasitəsilə hidayət olunacaqlar. Mən sizə söylədiyim, indi oxuyacağım bir rivayət ki var. Bu rivayət bizim Şiə məzhəbində 4 dənə mötəbər kitab var. O kitabların birindən nəql olunub və o mötəbər kitabların birində bu rivayət qeyd olunub, dərc olunub. Mən də inşallah o rivayəti nəzərinizə çatdırıram Allahın izni ilə və görərik ki, həqiqətdə bu rivayətdə ki, imam nə qədər insanlara vacib olduğunu və cəmiyyətin içində imamın olmağın nə qədər vacib olduğunu biz görərik. Rivayətin ravilərin nəql eləyiblər bir neçə dənə ravidir. Axırıncı ravi budur ki, Yunus İbni Yəqub, yəni Əli İbni İbrahim nəql eləyir öz atasından, o da nəql eləyir Həsən İbni İbrahimdən, o da nəql eləyir Yunus İbni Yəqubdan. Bu şəxs deyir ki, qalə, kanə ində Əbi Abdillah əleyhissalam. Deyir ki, İmam Cəfər Sadiq əleyhissalatu vəssalamın yanındaydım. Cəmaətun min əshabin minhum və bir dəstə İmam Cəfər Sadiq əleyhissalamın sahabələrindən də onun yanında var idi. Yəni İmam Sadiq əleyhissalam bir yerdə əyləşmişdi, onun sahabələrindən də bir dəstə onun yanında var idi. Və o cəmaat ki, İmam Cəfər Sadiq əleyhissalamın yanında idi o şəxslər, onlardan biri də Hişam İbni Həkəm, Həkəmin oğlu Hişam adında bir şəxs ki, İmam Cəfər Sadiq əleyhissalamın şagirdlərindən idi. O da
o cəmiyyətin içində var idi. Və huve şabbun. Rivayətdə var ki, Hişam cavan oğlan idi. Çox cavan idi. Fəqalə Əbu Abdullah əleyhissalam. Deyir, İmam Cəfər Sadiq əleyhissalatu vəssalam buyurdu, ya Hişam, ey Hişam, sən xəbər ver mənə o hadisədən ki, sən Əmr ibn Ubeyd adında bir şəxslə o söhbəti eləmisən. Yəni, İmam Cəfər Sadiq əleyhissalam Hişama deyir ki, Hişam, sən o hadisəni mənə xəbər ver ki, sən Əmr ibn Ubeyd adında bir şəxslə söhbət eləmisən, sizin aranızda bir söhbət olub, o söhbəti mənə xəbər ver. Və təbii ki, Həzrətin yanında da bir neçə dənə sahabələr əyləşmişdilər. İmam Hişama bu müraciəti elədi. Və Həzrət buyurdu ki, və keyfə səəltəhu, sən söhbət elə o hadisəni ki, necə Əmr ibn Ubeydə sən sual verdin, necə onu danışdırdın, necə onunla söhbət elədin. Deyir, bu sözü İmam Cəfər Sadiq ağa Hişama dedi. Fəqalə Hişam, Hişam dedi ki, ey Allahın Rəsulunun oğlu, mən həya eləyirəm, sizin yanınızda mən danışım və mənim dilimin qüdrəti yoxdur, sizin qabağınızda mən danışım. Yəni, Hişam həya eləyir, utanır İmam Cəfər Sadiq əleyhissalatu vəssalamın yanında danışmağı. Deyir, elə bu zaman İmam Cəfər Sadiq əleyhissalatu vəssalam buyurdu, İza əmərtukum bi şeyin fəf'alu. Dedi, Hişam, əgər mən sizə bir şeyi əmr eləsəm, siz həmən o dəqiqə onu gərək eləyəsiz. Da ikinci gərək söz olmasın. Necə Qur'an-ı Kərimin Nisa surəsində Allah təbarəkə və təala buyurur, Bismillah, atiullaha və atiur rəsul və ulil əmr minkum. Siz Allaha itaət eləyin, Peyğəmbərə itaət eləyin və sizlərdən əmr sahibləri olan imamlara itaət eləyin. İtaətin də mənası budur ki, əgər imam bir şəxsə əmr eləsə, bir söz desə, gərək insan həmən andaca o işi görsün. Daha nə üçün, niyə olmasın? İtaətin mənası budur. İmam Cəfər Sadiq ağa da Hişamə dedi, Hişam, sən utanma, mən sənə ki əmr elədim, bu hadisəni xəbər ver, sən elə gərək itaət eləyəsən, sənin vəzifən itaət eləməkdir. Təbii ki, burada indi bunu biz başa düşürük ki, Hişam İmam Sadiq əleyhissalamın şagirdi idi və imam həm ustad idi, həm də imamı idi. Yəni, şagirdin, ustadın yanında, imamın yanında danışmağı çətindir. Ona görə də Hişam dedi ki, Yəbnə Rəsulillah, mənim sənin qabağında danışmağıma həya eləyirəm, utanıram. Dilimin qüdrəti yoxdur sizin qabağınızda mən danışım, söhbət eləyim. Amma təbii ki, İmam Cəfər Sadiq əleyhissalam ki, Hişama bunu deyir ki, sənlə Əmr ibn Ubeydin arasında olan söhbəti nəql elə. Həzrətin məqsədi bu idi ki, oradakı insanlar bu hadisəni eşitsinlər, bu söhbəti eşitsinlər və təbii ki, oradan bəhrə aparsınlar. Ondan istifadə eləsinlər və imanları kamil olsun. Ona görə Həzrət buyurdu ki, Hişam, İza əmərtukum bi şeyin fəf'əlu. Mən sizə bir şeyi əmr eləyəndə siz onu eləyin. Ona görə də utanma. Mən sənə ki dedim bunu danış, sən də bunu danış. Ravi deyir ki, onda Hişam dedi ki, Bələğəni ma kana fihi Əmr ibn Ubeyd və culusuhu fi məscidil Bəsrə. Hişam deyir ki, bəli, Yəbnə Rəsulullah, mən Kufədə idim və mənə bu xəbər çatdı ki,
Əmr ibn Ubeyd adında bir şəxs Bəsrədə, Bəsrə şəhərində, məsciddə əyləşibdir və orada cəmaata söhbət eləyir, cəmaatın suallarına cavab verir. İnsanlar gəlirlər ondan, sual eləyirlər və bu da cavab verir. Onda Hişam deyir ki, mən bu sözü eşitdim, bu xəbəri bildim. Fəxərəctu iləy. Mən də getdim Bəsrəyə, getdim o məscidə ki, Əmr ibn Ubeyd orada əyləşibdir. Və dəxaltul Bəsrə yevməl cümə və cümə günü daxil oldum Bəsrəyə və getdim o məscidə. Və o məscidə gedəndə gördüm, bəli, həmən şəxs Əmr ibn Ubeyd əyləşibdir və insanlar dairəvari onun ətrafında əyləşiblər və o da onların suallarına cavab verir. Və özü də eyni zamanda gördüm, Əmr ibn Ubeyd qara yundan bir dənə əba örtüb çiyninə və bir dənə belbağı bağlayıb belinə əyləşibdir və insanlar əyləşiblər onun ətrafında, sual verirlər və bu da cavab verir. Və özü də ki, belə deyir o insanlara, deyir, ey insanlar, sual eləyin ki, mən də sizə cavab verim. Və insanlar da bir-bir suallarını verirlər və bu da onlara cavab verir. Hişam deyir ki, mən onda daxil oldum məscidə, insanlardan xahiş elədim ki, mənə də yol verin, mən də keçim, əyləşim bu şəxsin, Əmr ibn Ubeydin yanındadır. İnsanlar mənə yol verdilər, mən daxil oldum və gəldim, əyləşdim, dizlərim üstündə, yəni iki dizimin üstündə əyləşdim bu şəxsin yanında və ona belə dedim. Əyyuhəl alim, inni raculun qaribun. İnni raculun qaribun. Mən bir dənə qərib kişiyəm, yəni bir şəxsəm ki, başqa yerdən, başqa şəhərdən gəlmişəm bura. Təzənu li fi məsələtin. Mənə icazə verirsiniz ki, mən bir məsələ sizdən sual eləyim. Deyir, mən buna dedim. Fəqalə li naam. Deyir, bunda Əmr ibn Ubeyd dedi, bəli. Siz sual eləyin, nə sualınız varsa mənə sual eləyin. Hişam deyir ki, yəni Hişam bunları nəql eləyir İmam Cəfəri Sadiqə və İmam Cəfəri Sadiqin də yanında səhabələr əyləşiblər. Hişam deyir, mən icazə aldım bu şəxsdən, bu Əmr ibn Ubeyddən və o da mənə dedi ki, suallarını ver. İndi Hişam burada başlayır sual verməyə. Hansı sualları verir və necə cavablar alır, İnşallah biz onu gələn söhbətimizdə siz əzizlərə nəql eləyərik. Çünki o söhbətin hamısını bu verilişdə sığışdırmaq və burada demək biraz uzun çəkər. İnşallah gələn verilişimizdə, gələn söhbətimizdə bu söhbətin davamını eləyərik, bu rivayəti tamamlayarıq və bu rivayətdən anlayarıq ki, imamın vacib olmağını və imamın cəmiyyətdə nə qədər əhəmiyyətli olmağını və imamın insanlara verdiyi faydanı biz tam şəkildə bu rivayətdən anlayarıq. Allah'a and veririk əzəmətinə. Allah Teala zamanənin imamı Həzrəti İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəh Şərifin zuhurun təcil eləsin və o Həzrətin zuhuru ilə bütün insanların qəlblərinə fərəh versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.